Xalqımıza nə deyərdim, millətimizə, insanlara deyərdim. Heykəllərə baş əyməkdən donqar olub belimizdə, susa-susa, qorxa-qorxa, lal olubdur dilimizdə. Susmaq ağır, susmaq yaman, qalx ayağa, uca millət, yetişibdir artıq zaman. Heykəlləri aşırmağın zamanıdır, azadlığa yol açmağın zamanıdır. Buradan mən İlham Əliyevə demək istəyərdim ki, İlham Əliyev həmişə Putin yanında olmayacaqdı. Bir bəşər Əsədə baxın, görün onun aqibəti necə oldu. Ondan əvvəlki o zülmkar hakimlərə, hökmdarlara, prezidentlərə baxın, görün onların axırı nə oldu. Dünya belə getməyəcək. Ona görə də bu milləti az incit. İlham Əliyevin yanı yaltaqlarla doludur. O yaltaqlar da həmişə onu tərifləyirlər. Yaltaqların deyir ki, sən əfsanəvi bir fatihsən. Mən deyirəm, sən özündən müştəbihsən. Yaltaqların deyir ki, sən 10 noyabr imzası ilə əfsanəvi tarix yazdın. Mən deyirəm, bu imzanla bu millətə quyu qazdın. Ənvər deyər, ay yekəbaş, belə getməz, biraz yavaş. Bir gün düşər başına daş, bu daş olar ağır belə. Yaşadıklarından, gördüklərindən ibarət 3 kitab ərsəyə gətirən şair hələ də yazmağa və haqsızlığın qarşısında dayanmağa, ona müqavimət göstərməyə müqtədir.